Salam əziz şagirdlər. Bugün 10-cu sinif KSG 10 variant A-ya baxırıq. Deməli, burada bu bölmə ərzində biz əslində klassik ehtimal düsturları, binomial paylamalar, Pascal üçbucağı və s. tipli suallara baxmışıq. Gəlin baxaq indi görək KSG-də nələr düşüb. Deməli, birinci sualımız bizə deyir ki, A plus B üstü 4 binomun açılışında neçə hədd var? Deməli, biz bilirik ki, binomial paylamada n elementdə üstü, yəni n olanda n plus 1 sayda hədd çıxır. İndi burada əgər üstü qüvvətimiz 4-dürsə, buradan 5 dənə hədd olacaq. Cavab oldu Y variantı. İkinci sual, x-2 üstü 4 binomial açılışı hansı variantda qeyd olunub? Bunu ən rahat yolu Pascal üçbucağı ilə həll etməkdir. A-B üstü 4 qüvvətinin deməli əmsalları bu şəkildə olur da 1, 4, 6, 4, 1 şəklində olurdu. Yəni A üstü 4, üstəgəl 4, A-nın qüvvətləri azalır, B-nin qüvvətləri artır. 4A-nın kubu B, üstəgəl 6, A-nın kvadratı, B-nin kvadratı, üstəgəl 4, A üstü 1, B üstü 3 və B üstü 4. İndi burada A birinci həddi, B ikinci həddi. Misalımıza tətbiq etsək, bizim misalımızda deməli x-2 üstü 4-dür də, düzdürmü? Onda bu elə bil ki bizim A-mızdır, bu da B-mizdir. Yazsaq, birincinin 4 qüvvəti, x üstü 4. Üstəgəl, baxın, 4 vurulsun birincinin kubu, yəni x-in kubu vurulsun ikinci. Üstəgəlsin 6 vurulsun birincinin də kvadratı, ikincinin də kvadratı. Üstəgəl deməli 4 vurulsun birincidən bir qüvvət, ikincinin kubu və nəhayət ikincinin üstü 4 qüvvəti. O da bərabərdir. Biraz yığsaq olacaq x üstü 4. Üstəgəl bura verir 8x-in kubu. Üstəgəl bura verir 4 6-ın 24x-in kvadratı. Üstəgəl 2-nin kubu 8, 4-ə də vuranda 32x və 2 üstü 4, yəni 16. Deməli, cavabımız oldu bu şəkildə. Bu da baxaq görək hansı variantlarda var. 32x, 16 deyil. Variant A-da bunu görürük. Üçüncü, bizə deyir ki, Yusifin kompüter oyunda topladığı balları qruplaşdırmaq üçün, yəni təqdim etmək üçün hansı qrafik forma daha məqsədə uyğundur? Burada qruplaşdırılmış məlumatdan söhbət getdiyi üçün bizə lazımdır histoqram. Dördüncü sual, bizə deyir ki, qutuda 4 qırmızı və 6 yaşıl qələm var. Təsadüfən çıxarılan 2 qələmin hər ikisinin qırmızı olma ehtimalı. Deməli, bilirik ki, ehtimal düsturu necədir? Mümkün hal, əlverişli hallar, əlverişli bölünsün bütün mümkün hallar. Mümkün. Aha. Bizdə burada ehtimal nədir? Baxın, 10 dənə şar var. Qələm var. Bu 10 qələmin ikisini çıxardır. Onda mümkün hallarımız olacaq kombizon 10 elementdən 2. 10 element 10 faktorial bölünsün 2 faktorial vurulsun 8 faktorial. O da 8 faktorial buradan gedəcək, qalacaq 9 vur 10. 2 ilə də 10 gedəndə qalacaq 9 vur 5. Yəni 45. Bu bizim bütün mümkün hallarımızdır. İndi keçək əlverişli hallar. Əlverişli hallar isə 2 qələmin hər ikisinin qırmızı olmasıdır. Yəni biz artıq elə bir ki 4 qırmızı qələmin içindən 2 dənə qələm axtarırıq. Ona görə olur kombizon 4 elementdən 2. O da edir 4 faktorial bölünsün 2 faktorial bölünsün fərqi qədər, yəni yenə 2 faktorial. Bu da gedəndə yerdə qalır 3 vur 4. 3 vur 4 böl 2. Onu da ixtisarlayanda 6 eləyir. Bu da bizim əlverişli hallarımızdır. Onda P bərabərdir 6 böl 45. O da bərabərdir. Hər tərəfi 3-ə bölsəm 2 böl 15. Yəni 15-də 2. Cavab varmı? Deməli, D variantı. 5-ci sual bizə deyir ki, A plus 3B üstü 5 açılışında 3-cü həddi tapmaq üçün hansı binomial əmsaldan istifadə olunur? Deməli, baxın, burada konkret bir hədd nömrəsi verib. Onda bizim yadımıza belə bir düstur çıxır. TK plus 1, yəni K plus 1-ci həddin düsturu, kombizon n elementdən K vurulsun A üstü n çıx K, B üstü K düsturu ilə hesablanır. Onda 3-cü həddi istəyirəmsə T2 üstə gəl 1 yazmalıyam. Buradan da yazıram kombizon
Niyə belə elədi dəqiqə? Kombinezon deməli neçə elementlidir? 5 elementdən 2 vurulsun A üstü 5-dən 2'sini çıxanda 3 vurulsun B üstü 2. Yəni bizdən əmsal soruşur, tək ona gərək yox idi. O da eləyir kombinezon 5 elementdən 2. 6. Deyir ki, qələm sözünün hərflərin yerini dəyişməklə neçə müxtəlif söz yerini düzəltmək olar. Baxın, burada qələm sözü 5 hərflidir. Q, Ə, L, Ə, M. Düzdürmü? Ona görə bizim burada 5 faktorial sayda yer dəyişməmiz var. Əslində elə olardı. Amma burada 2 dənə təkrarlanan elementimiz var axı. Ona görə onu bölürük 2 faktoriala. O da buradan ixtisar gedəndə 5 faktorial 5'ə qədər hasildir. Oradan qalır 3 vur, 4 vur, 5. O da eləyir 3, 4'ün 12. 12 də 5'ə vuranda 60. A variantı. 7. C üstəgəl 6 üstü K minus 2 binomunun açılışında deyir, nə deyir? Aha, neçə hədd var? Bayaq dedik ki, hər bir üslü binomial paylamada üstünə 1 gəlirdi. Yəni neçə dənədirsə üstünə 1 gəlirdi. Bunun da üstünə 1 gələndə K minus 1 sayda hədd olar. K minus 1 C variantı. 8-ci sual. Deməli, deyir ki, 3 dost Mətin, Amil və Elnur bir cərgədə düzülürlər. Amilin ortada olma ehtimalını tapın. Ehtimal nə qədərdir? Deməli, baxaq görə 3 dostu. Mətinə deyək M hərfi, Amilə deyək A, Elnura da deyək E. Deməli, bunlar daha fərqli necə düzülə bilər? Amili salar əvvələ M, Elnur. Sonra daha necə düzülə bilər? Mətin əvvəldə, Elnur A, sonra A, E, M. Daha sonra bir dəfə də E-ni əvvəli gətirsək E, A, M, E, M, A. Deməli, bizim 3 rəqəm, daha doğrusu 3 dənə məlumatı 6 cür yer dəyişməmiz var. İndi bizə lazımdır bu 6 ehtimaldan, 6 mümkün haldan nə deyir? Deyir ki, amilin ortada olması. Amil nə vaxt ortada olub? 1 dəfə, 2 dəfə. Deməli, bizim ehtimalımız 6'da 2, yəni 3'də 1 olacaq. 3'də 1 Y variantı. 9-cu sualımız. 9-cu sualda deyir ki, mağaza meneceri həftə ərzində 1000 dənə yumurta qutusundan 50'sini yoxlayır. Bu siyasətdə seçim nədir? Bizə nə lazımdır? Bizə həmin bu 50 dənə yoxlanmış qutu lazımdır. Onun üçün bizim seçimimiz budur. Deməli, yoxlanılan, 50'si yoxlanır. Deməli, bizə yoxlanan 50 yumurta seçim olacaq. 9. Aha, keçdik 10-cu. Deyir ki, həftədə neçə gün idman zalına gedirsiniz? Sual mövzusunda insanlar arasında sorğu keçirilib və sorğuya əsasən barqraf tərif edilərsə, bu sualın cavabları məlumatın hansı növünə aiddir? Aha, deməli, bizə sual verilir. Həftədə neçə gün idman edirsiniz? Cavabında deyəcəyik 1 gün, 2 gün, 3 gün və s. 7 günə kimi belə bir, yəni cavabında biz ona rəqəm təqdim edəcəyik, düzdürmü? Ona görə bizim bu paylamamız burada diskret məlumatdır. Yəni sayları ayrı-ayrı tam ədədlərdir. Məsələn, şagird sayı, bu cür gün sayı. Ona görə bizim buradakı məlumatımız diskret məlumat olacaq. Belə də ki, buradakı o barqraf sözü var. Bax, barqraf sözündən də tutmaq olardı ki, bu məlumat diskret məlumatdır. Deməli, nə oldu diskret? Sayılar, cavabı sayı olan, yəni ədədi qiyməti tələb edən mövzular diskret adlanır. Yəni 11-ci sual. Deyir ki, mağazada 1000 qutu yumurtadan 50'si yoxlandıqda 2 qutu zədəli çıxarsa, menecer bütün külliyyatda neçə qutunun zədəli olduğunu ehtimal edə bilər. Deməli, belə deyək də, gedirsiniz, baxırsınız, 1000 dənə qutu var qarşınızda, fikirləşirsiniz ki, hər 50 dənədən ikisi zədəlidir. 1000 qutumuz var qabağımızda, amma bunun 50'sindən ikisi zədəlidir. Belə deyək, onda bizim üçün ehtimal 50'də 2'dir də, yəni hər dəfə 50'də 2 zədəli çıxır, yəni 25 dənədən biri. Onda neyiniyək? Həmin o 1000 ümumi qutunun sayını bu hissəyə vurub tapa bilərik. 1000 vurulsun 25'də 1, o da ixtisar gedəndə qalacaq 40 dənə. Yəni ümumi hesablamadan sonra təqribən 40 dənə olduğunu fərz edə bilərik. 12-ci sual. Qəpik 6 dəfə ardıcıl atılır. Xəritə olan üzünün 4 dəfə düşmə ehtimalını binomial düsturla necə ifadə etmək olar? Oy. Bir dəqiqə üzr istəyirəm. Bizə deyir ki, qəpik 6 dəfə ardıcıl atılır.
xəritə olan üzünün 4 dəfə düşmə ehtimalını binomial düsturda necə ifadə etmək olar? Aha, bu klasik ehtimala aid sualdır. Gəlin birinci düsturunu xatırlayaq. Deməli, ehtimal düsturumuz bu şəkildədir. PK bərabərdir. Kombinazon n elementdən K vurulsun. Deməli, ehtimal düsturunu xatırlayaq. Videoda qısa bir kəsinti oldu. Deməli, PK videoda qısa bir kəsinti oldu. Deməli, ehtimal düsturu bu şəkildədir. Ehtimal bərabərdir. Kombinazon n elementdən K vurulsun P üstü K vurulsun Q üstü n çıx 2. Deməli, burada bizim n, bax bu sınaqların sayıdır. K isə bizim istədiyimizin baş vermə ehtimalı sayıdır. Bir də qalır burada P ilə Q. P bir sınaqda baş vermə ehtimalıdır. Q da baş verməmə ehtimalıdır. İndi gəlin baxaq görə bizə nə lazımdır? Sual yazılır. Deməli, bizə lazımdır ki, ehtimalımız 6 dəfə ardıcıl atılır. Onda bizim n'imiz 6'dır. Xəritə olan üzünün 4 dəfə düşmə. Lazım olan ehtimal, yəni istədiyimiz ehtimal K bərabərdir 4 dəfədir. İndi fikir verin. Qəpikdirsə 2 üzü var da bunun, düzdürmü? Bir üzü gerbdir, bir üzü xəritədir. Yəni düşmə ehtimalları ikisinin də 2də 1'dir də, düzdür? Xəritə düşmə ehtimalı da 2də 1'dir. Düşməmə ehtimalı da 2də 1'dir. Onda bizim P'miz də 2də 1'dir. 2də 1'dir. Q'muz da 2də 1'dir. Düzdürmü? Hər halda bu 2də 1'dir də. İndi gəlin yerinə qoyaq. 2də 1'ə də misalda cavablar 0,5 nədir deyə gəlin 0,5 deyək. Burada da 0,5 deyək. Onda olacaq belə. Ehtimalımız bərabərdir. Kombinazon 6 elementdən 4 vurulsun 0,5 üstündə K, yəni 4 vurulsun 0,5 üstü 2. O da eləyəcək 6 elementdən 4 vurulsun 0,5 üstündə 6. Yəni Y variantı. Keçdik 13-cü suala. 13. Bizə deyir ki, A kvadrat üstə gəl 1 üstü 6 binomunun açılışında sondan ikinci həddi tapın. Deməli, bunun 7 dənə demək elementi var, həddi var da, düzdür. Bizə deyir ki, sondan ikinci, yəni axırdan əvvəldə 7 həddən bu 7-cidir, ondan ikinci həddi də 6 həddidir, düzdür. Bizə deməli T6 lazımdır. Düsturu bayaqki kimi yadımıza salaq. Deməli dedik ki, TK plus 1 bərabərdir. Kombinazon n elementdən K vurulsun A üstü n çıx K vurulsun B üstü K. Düzdürmü? İndi bizə lazımdır T6. Onda yerinə 5 plus 1 qoyaq. Bərabərdir. Kombinazon 6 elementdən 5 vurulsun A üstü 6 çıx 1, 5. Yəni A üstü 1, B üstü 5. Burada A birinci həddir, B ikinci həddir. İndi gətirək misalımıza tətbiq edək. Olacaq burada kombinazon 6 elementdən 5 elə 6 deməkdir. A üstü 1, yəni birinci həddin 1 dənə A-nın kvadratı vurulsun ikinci həddin 5 qüvvəti. Elə 1'in 5 qüvvəti də 1'dir. Ona görə misalımız olacaq 6A-nın kvadratı. Gəldik 14-cü suala. Deməli, qeyd edək. Bir futbolçunun penal zərbəsini qola çevirmə ehtimalı 4'də 3'dür. 4 penal zərbəsindən ikisini qola çevirmə ehtimalı nə qədərdir? Bu da bayaqki elə binom misalı ilə həll olacaq. Yəni klassik ehtimal düsturu ilə. Yenə düsturumuzu yazaq. Deməli, PK bərabərdir. Kombinazon n elementdən K. Bir də bir şey deyim sizə. Kombinazonu biz əvvəl belə yazırdıq, yəni yanaşı yazırdıq da. Ona görə əlim öyrəşib. Belə yazanda da eyni şeydir. Kombinazonun bir hərfini bu tərəfdə solda yazanda da eyni şeydir. Yəni ona görə o sizin diqqətinizi eləməsin. Hər dəfə dəyişirlər, eləyirlər, dərsliklərdə fərqli olur. Yəni birdən ona görə fərqli deyil. Bununla bu şey ilə bu şey eyni şey deməkdir. Yəni fərqi yoxdur. İki cür də yazıla bilir. Aha, davam edək. Kombinazon n elementdən K vurulsun A P üstü n çıx K vurulsun Q üstü K. O da bərabərdir. İndi baxaq. Bizdə neçə ehtimal var? Bizim 4 hadisəmiz var da 4 dəfə sınayır bunu. Bizə deyir ikisini qola çevirmək. Demək bizə ikisi lazımdır. Əlverişli olsun.
İndi bu P, bax bu P var ya, bizim bunu zərbənin qola çevirmə ehtimalıdır. 4'də 3'dür. Yaxşı, birdən çevirə bilmədi. O da Q-dur. Birdən də 1 tamla da 4'də 3. Əgər 4'də 3 qədər ehtimal vurursa, 4'də 1 qədər də onun vurmamaq ehtimalıdır. Yəni vura bilməmək ehtimalıdır. İndi gəlin başlayaq düzməyə. O da bərabərdir. Kombinezon 4 elementdən 2 vurulsun 4'də 3 üstündə n'dən 2'sini çıxanda 2 qalır. 4'də 3 üstü 2 vurulsun 4'də 1 üstü 2. O da bərabərdir. 4 elementdən 2, deməli 4 faktorial bölünsün 2 faktorial eləyir. Elə 3 vur 4, 12. Bu bizim kombinezonumuzdur. 4'də 3'ün kvadratı vurulsun 16'da 9 vurulsun 16'da 1. Deməli, ixtisarləsə 3'ə böləndə 4 dəfə, daha doğrusu 4'ə böləndə 3 dəfə, 4'ə böləndə 4 dəfə. Neysə, səhv eləmədik, o görək. Üstü 4 eləməlidir. 4 faktorial 3 vur 4 eləyir. 2'yə böləndə 2 eləyir. 4'də 3 üstü. Lazım olan ehtimallar. Aha, budur. 12'ni 3'ə böləndə 3 dəfə. Neyse, səhv edir bir dəqiqə. Burada 2 faktorial gedir. Bir dənə də 2 faktorial qalır. Kombinezondakı. Bu hissəni səhv hesablamışam. Üzr sayın, fikrim qarışıq olub. Deyirəm, niyə cavab düzgün alınmadı? Kombinezon 4 faktorial bölünsün 2 faktorial. Bir dənə də 2 faktorial var axı, çıxırıq. Onu səhv eləmişəm. Burada olur 3 vur 4. 3 vur 4. Onu da 2'yə böləndə 6 eləyir. 12 yox. Bunu mən əvvəldən uşaqlara elətdirmişəm. Orada bilirəm ki, bunun cavabı nədir? Ona görə səhv alındı, fikrim qarışdı. 6'nı 2'yə bölürük indi 3 dəfə, 16'nı 2'yə bölürük 8 dəfə. Qalır ehtimalımız 16 vur 8, 128. 9 dəfədə 3'ün 27. Oldu belə. 128'də 27. İndi keçdik 15-ci suala. Təcrübə göstərir ki, istehsal olunan lampalardan 20% xarab çıxır. Təsadüfən seçilmiş 2 lampadan heç birinin qüsurlu olmama ehtimalı neçə olar? İndi gəlin baxaq. Deyir ki, xarab olma ehtimalı 20%-dir. Yəni, xarab 20%. O da deməkdir 0,2-də, düzdür? Onda normal, sağlam deyək. Normal deyək də, normal çıxma ehtimalı nədir? Normal 0,8-dir də, düzdür? Bizə də deyir ki, ardıcıl 2 dənə götürülür və ikisi də normal olsun. 0,8 vurulsun 0,8, o da eləyir %64 ehtimal. Gəldik 16-cı suala. Uyğunluğu tapın. Bu binomial açılışında ikinci hədd. Gəlin baxaq. Deməli, 16. Mən həmişə birinci A plus B ilə tapıram. Sonra rahat olur eləmək. İndi bizə deyir ki, B plus 2 üstü 4. Bizə lazımdır ikinci hədd T2. Əgər biz T2-ni tapırsaqsa da düz soru 1-də yazmıram. Bayaq yazdım. 1 plus 1 fikirləşməliyik. Onda olacaq. Kombinezon 4 elementdən 1 vurulsun. A üstü 4 çıx 1. B üstü 1. O da olacaq. Kombinezon 4 elementdən 1 vurulsun. A üstü 3. A üstü 3, B üstü 1. Yəni bizim A'mız B'dir, B'miz də 2'dir. İndi qaydırıq misala. Olacaq 4 elementdən 1, elə belə deyək. Kombinezon 4 elementdən 1 4'dür. A'nın kubu, yəni birincinin kubu 4 vurulsun. B'nin kubu vurulsun 2. O da eləyəcək 8 B'nin kubu. Görək nə aiddir buna? 8 B'nin kubu. 1'ə aid olur D variantı. İkinci, deməli, A minus 3B. Bu niyə belə eləyir? 3B. Kubu açılışında sonuncu hədd. İndi diqqətli olun. Sonuncu hədd deyir. Biz bilirik ki, buradan 4 dənə hədd yaranır. Bayaq danışdıq. Dedik 3 dənə 3 qüvvətdirsə 4 dənə hədd yaranır. İndi sonuncu hədd deyəndə bizə T4 lazımdır. Onu da açanda belə açırıq. T 3 üstə gəl 1 bərabərdir. Kombinezon 4 elementdən 3 vurulsun. A üstü 4 çıx 3 1.
B üstü 3. Bir de sonuncu hədd. Ha, sonuncu hədd deyirsə, bir də gözür istəyirəm. Aha. T4. Bizə T4 lazımdır. Hə, 3 plus 1. Olacaq belə. Sonuncu hədd elə bunun qüvvətidir də, kubu deməkdir, belə getsək. Elə axır sonuncu həddə bilirik, axı sonuncu ikinci həddin böyük qüvvəti olur. Yəni 3B mənfi 3B-nin kubu, o da verəcək elə mənfi 27 B-nin kubunu. Bura gedəcək C. Üçüncü B kvadratı üstə gəl 2 üstü 5 binomun açılışında sondan 3-cü hədd. Deməli, burada 6 dənə həddimiz var. Sondan 3-cü hədd deyəndə 1, 2, 3, yəni düşür T4-ün üstünə. T4-ü tapmaq üçün yazırıq belə. T3 plus 1 bərabərdir kombinozon n elementdən K. Yəni 5 elementdən kombinozon 5 elementdən deməli 3 vurulsun. A üstü 2, B üstü 3. O da eləyəcək. İndi 5 elementdən 3'ü hesablayanda 5 faktorial bölünsün 3 faktorial bölünsün 2 faktorial. O da gedəndə burada qalacaq 4 vur 5. Onu da 2'ye böləndə 2. Yəni 10 birincinin kvadratı B üstü 4 vurulsun ikincinin kubu. 2'nin kubu 8. 80 B üstü 4. Bu da gedəcək Y variantına. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər çox istək gələrsə, bunun B variantını da paylaşaram. Hələlik.